Buyurur, ya eyyuhellezine amenüttegullah ve kunu ma'as-sadiqin. Ey iman gətirənlər, təqvalı olun və doğrularla bir yerdə olun. Yəni bu yolu tək getmək olmur. Bu yolu insan tək başına gedə bilmir. Necə qatarın vaqonları bir yerə bağlanır ki, mühərrik oradadır, o aparır. İnsanlar da bu övliyalara bağlanmalıdır. Quran ayəsidir. Kunu ma'as-sadiqin. Doğruçularla, sadiqlərlə bir yerdə yol gedin. Onlar sizi aparsın. Onların sürəti çoxdur. Onlar güclü sürətlə hərəkət edirlər. Özünüzə qalsa tək başına bu yolu gedə bilməyəcəksiniz. Övliyaların hamısı bizim əlimizdən tutub aparmaq üçün gəliblər. Hamısı. Övliyaların bu dünyada var olma fəlsəfəsi budur ki, gəlib bizə aparsınlar. Yoxsa biz onlarsız gedə bilmərik. Bizim gücümüz yetmir. Biz onlara bağlanırıq, əslində özümüz yetmirik. Biz bağlanırıq, onlar aparır. Budur. Bizim işimiz onlara bağlanmaqdır, onlarla bütövləşməkdir ki, onlar hərəkətdə olan onlardır. Onların sürəti ilə biz gedirik. Öz sürətimizlə bizim heç bir yerə hərəkət eləmək gücümüz yoxdur. Biz onlara bağlanmaqla, onların vasitəsilə yol getməliyik. Bir daha deyirəm. Bir insan təvəssül deyirlər müstəhəb. Bu müstəhəb vacib məsələsi deyil. Bu yolun qaydasıdır. Yəni bu yolun qaydasıdır. Zəiflər hamısı bir güclüyə bağlanır. O güclü daha güclüyə, o güclü daha güclüyə və aparırlar adamı. Yəni insan özü ayrıca təklikdə, insan ruhunun qüdrəti yoxdur Allah yolunu getsin. Ona görə deyir, ihtinas sıratal müstəqim, doğru yola bizi yönəlt, dərhal deyir, sıratal ləzina an'amte aleyhim. Yolun yolçularının yoluna, nemət verdiyin kəslərin yoluna. Yəni bu yolu tək başına mümkün olsaydı da deməzdi orada ki, yəni elə ki sırat-ı müstəqimi tapdın, qoşul yolu gedənlərə əlindən tutsun, öz sürəti ilə aparsın səni. Sən bu qarışqa addımı ilə çata bilməyəcəksən. Mümkün deyil. Sənin potensialın, öz başına getmək gücün yoxdur. Sən o güclülərə qoşul, o güclülər Allahın cazibəsidir. O maqnit kimi səni çəksin, aparsın. Yəni bu yaradılışın fəlsəfəsidir, qayəsidir. Və bunların içində ən təsirlisi İmam Hüseyndir. Ən üstünü demirəm ha. Sözümdən səhv başa düşülməsin. İmam Hüseyn ən üstünü deyil, Peyğəmbərdən ki üstün deyil. Ən təsirlisidir. Ən üstünlə ən təsirli fərqli anlayışlardır. Missiya götürüb üzərinə. Deyirlər ki, bir insan, belə bir qayda var. Bir övliya, heç məsum imam olmasın, bu dövrdə yaşayır. Onun başına gələn bəlalar, çətinliklər, sıxıntılar, onun vasitəsilə Allah onun ailəsinə, qövmünə, məhəlləsinə, ətrafına rəhmət verir, rəhmət nazil edir. Hər bir aramızda yaşayan bir övliya ki, içində mübarizə aparır çətinliklərlə, o bir rəhmət qapısıdır başqaları üçün də. Heç bu məsum olmasa da, arif bir insan, təqvalı bir insan, o ətrafına da sirayət eləyir onun nuru, rəhməti. Quranda da var, hədislərdə də var. Həzrəti Yusif məsələn, öz qövmünə o çətinliklər ki çəkdi, Yusif çəkirdi çətinliyi. Amma deyir, onun çətinliyi çəkməsinə, səbr eləməsi vasitəsindən Allah bir rəhmət qapısı açdı onun qövmünə. Yusifin əziyyətlərinin nəticəsində ətrafı da, o şəhər əhalisi də onun rəhmətindən faydalandılar. Övliyalar belədir. Zəhməti özləri çəkir, rəhməti ötürürlər. Başa düşürsünüz? Zəhməti çəkir, sıxıntını çəkir, rəhməti başqalarına ötürür. Rəhməti ötürmənin mexanizmi budur. Başqaları onun yanında faydalanır. Ona görə övliyaları tapsız onun yanında olun. Çünki onun daxilində baş verən o proseslər, o mübarizə, o səbir, onun nəticəsində Allahdan rəhməti alır və ötürür yanındakılara da. Bu belə bir qaydadır. Övliyalar, peyğəmbərlər də belədir. Amma bunların içində İmam Hüseynin bəlasına heç bir bəla çatmır. Yəni bu elə bir bəladır ki, nə ki rəhmət var çəkdi gətirdi və təkcə öz dövrünə, öz ailəsinə, zaman və məkanın fövqünə çıxdı bu rəhmət. Yəni yaradılışın əvvəlində Adəmin dastanında, hətta ondan da öncə deyə bilərəm ki, ona daxil olmuram ki, bəziləri şübhə eləyir. Adəm əleyhissalamın tövbəsində İmam Hüseynin əzadarlığı iştirak edir. Deyir, o adları görür göyün üzərində. Hələ bunlar yaranmayıb. 5 nəfərin nurunu görür. Deyir,
Adlarını bir-bir çəkir. Bilirsiniz də ətraflı danışmıram. Həzrət İmam Hüseyn əleyhissalama çatanda deyir, bu adam kimdir ki, onun adı çəkiləndə məni qəhər boğdu. Onun adında nəsə var. Mənim boğazımı qəhər boğdu. Allah deyir ki, o Hüseyndir, onu şəhid. Allah müsibətin deyir, rozə məclisi ilə başlayır, yaradılır. Adəm deyir, ağlayır və bağışlanır. Nəsə burada bir hikmətlər var. Bu elə-belə bir məsələ deyil. Yəni bu rəhmət o vaxtdan gör nə qədər böyük bir imtahandır ki, əvvəldən axırdakıların hamısını əhatə eləyib. Biz kimin intizarındayıq? İntizarında olduğumuz kəs gəlib deyəcək, mən susuz öldürülənin oğluyam. Hüseynin rəhmətini paylayacaq. İmam Hüseynin gətirdiyi rəhmətlə məhdəviyyət, İmam Zamanın yaradacağı düzən buna söykənir. Deyir, mən susuz öldürülənin oğluyam. İstinadı İmam Hüseyn əleyhissalamadır. Açılası çox məsələlər var ki, yenə deyirəm, vaxt azlığı mənə imkan vermir, üzürlü sayın. Onsuz da vaxtınızı çox alıram. Bu, axirə zaman, məhdəviyyət, İmam Zaman dönəmindən sonra qiyamətə gedirsən, yenə də bu rəhmət oradadır. Ən çox şəfayət eləyəcək. Xanım Fatimə Zəhra gələcək, deyir və deyəcək ki, qanlı köynəyi əlində və deyəcək ki, mən Hüseynimi görmək istəyirəm. Və deyir, ona Kərbəladan səhnə göstərəcəklər, deyir, yox, hədisdir bu, deyir, yəni kimsə danışmır bunu, hədisdir. Kərbəladan bir səhnə göstərəcəklər, deyir, o fəryad eləyəcək, Peyğəmbərlər onun səsinə səs qoşacaq, sonra xanım Zəhra deyəcək ki, Hüseynimi sevənləri bağışla. Burada nəsə var, yəni qiyamətdə də bu genişlikdə rəhmət İmam Hüseyn vasitəsilə insanlara tərəf gələcək. Bu elə bir bəladır ki, bu bəlanın misli görünməyib. Ona görə də bu misli görünməmiş rəhməti gətirib. Bütün zamanlara şamil olur. Bütün peyğəmbərləri deyir, gətirib Kərbəlaya, ona qəmləniblər. O deməli nəsə var da, bu Allahın rəhməti ilə əlaqəli mövzudur. Yəni peyğəmbərlər də Hüseynə əzadarlıq mərhələsini keçiblər. Bir dənə sual burada qalır, onu daha sansa qismət olsa cavablandıraram. Birdən məsələn hadisələr düz cərəyan eləsəydi, Kərbəla baş verməsəydi, onda necə? Bu sual doğur da. Yəni Kərbəla baş verməsəydi, onu öldürməsəydilər, cəmaat elə düz yolda olsaydı, onda necə? Onun cavabı var, o qalsın hasansa münasib mövzu olanda onun haqqında danışarıq. Onun da çox yaxşı, düzgün bir cavabı da var. Hər zamanın, məkanın çərçivələrini dağıdıb, elə bir bəla və elə bir sıxıntı demək olmaz, buna belə deyək, imtihanlar selidir ki, yeri göyü ağladıb, lərzəyə gətirib və cəllət və azumət musibətükə fis-səmavat alə cəmi' əhli səmavat deyir, sənin bu müsibətin göy əhli üçün daha əzəmətlidir. Bütün göy əhli üçün. Bu ziyarətidir İmam Hüseynin. Deyir ki, əşhədü ənnə dəməkə səkənə fil xuld. Deyir, şəhadət verirəm ki, sənin qanun əbədiyyət aləmində məskən salıb. Yəni, qaynamaqdadır. Hətta bəzi hədislər var ki, ifadə eləmək üçün deyir, Allahın ərşi titriyir o qan töküləndən. Yəni, elə bir rəhməti sirkəliyir, yerə nazil eləyir. Və bəqa ləhu cəmi'ul xəlaik buyurur ki, onun üçün bütün yaranmışlar ağladılar. Və bəkət ləhu səmavatus səbə vəl-əradunəs səbə və mə fihinnə və mə beynəhunnə və mə yətəqəlləbu fil cənnəti vən-nar. Deyir, onun üçün göydə olanlar, yerdə olanlar, onun içində olan bütün məxluqlar və deyir, hətta cənnət və cəhənnəmdə olanlar ağladılar. Cəhənnəmdə olanlar da belə təfsir edirlər, deyirlər, inadkar olmayan günahkarlar ki vardı cəhənnəmdə, var. Onlar da Hüseynə ağlayıb və vasitə ilə şəfaət olunurlar, bağışlanırlar. Heç bir bəla bu bəlaya çatmaz. Bəla pis söz deyil, imtihan kimi demək istəyirəm. Bəlanın biraz mənfi məna yükü var. Bəla deyəndə, yəni heç bir imtihan buna çata bilməz. İmam Həsənin sözüdür, İmam Həsən məsumdur, elə belə söz deməz. İmam Həsən ona ağlayanda baxdı, dedi ki, la yevmikə yevmikə ya Əbu Abdullah. Heç bir gün sənin günüvə çatmaz. Dedi ki, sən mənə yox, gərək hamı sənə ağlasın, sənə gözyaşı töksün. Hansı vasitə ilə bacarış sözünüzü ona bağlayın. İnanın ki, bu cümə, hər dəfə mən bunu deyirəm, bu cümə məclislərinin, Məhərrəm və Səfər aylarında
fəziləti 1-ə 100 artır. Çünki biz indi İmam Hüseynin müsibətindən danışacağıq və bura çevrilir olur o rəhmətin məkanı. Alimlərdən bir neçəsindən mən bunu oxumuşam, görmüşəm. Bir harda o məclis varsa İmam Hüseynin hərəmi hökmündədir. Evdə də olsa, harda olsa. Yəni elə bir hərəmdəsən, ora elə ehtiram elə. Hər bir evdə və deyir kim gedirsə İmam Hüseynin müsibəti zikr olunan yerə Ayətullah Behçət deyirdi ki, deyin ki, Kərbəlaya gedirəm deyə bilərsiniz. Qaydanda deyə bilərsiniz Allah ziyarətinizi qəbul eləsin. Yəni bu qədər əzəmətlidir. Hər vasitə ilə kimsə ona bağlandısa, o rəhmətə daxil olur ki, orada rəhmət sel kimi yağır. Ona görə bəziləri şəkk eləyir. Deyir, olmadı da bir beyt şeir belə oldu, bir, nə bilim mən, ağca qanadın, milçəyin qanadı qədər gözündən yaş çıxsa belə oldu. Nələr deyir hədislər? Vəcəbət ləhul cənnə, belə deyir. Bəziləri şəkk eləyir, ələ salır ki, bir beyt. Söhbət o şeirdə deyir, söhbət bu hadisəni yaradanın əzəmətindədir ki, ona yaxınlaşanda istər-istəməz o, elə bir selin altına gedib düşürsən də, istanırsan rəhmət selinin altında. O söhbət sənin elədiyindən getmir, bir beyt şeirindən getmir. Sən ora bağlandın deyə o rəhmət yerinə, orada sənə rəhmət tam həzmi ilə nazil olur. Bunun fəlsəfəsi budur. Yəni ki, ona görə deyir ki, orada oturub qəmlənməyin belə. Çünki qəlbindən bir balaca bağ atdınsa, bağlandınsa o rəhmət məkanına oradan o qədər faydalanırsan. Mən bunu sizə danışmışam. Bir Arif danışırdı, deyir, bir dostum dünyadan köçmüşdü. Bundan da sui-istifadə olunmasın bu şeydən. Bunun bir hikmətləri var bu şeylərin. Deyir, gördüm ki, Hüseyin adında deyir, bir dostum idi. Dünyasını dəyişmişdi. Amma deyir, belə də çox da belə şey adam deyildi. Amma ürəyim istəyirdi onu yuxuda görüm, deyir. Deyir, yuxuma gəldi, gördüm ki, yeri çox yaxşıdır. Deyir, dedim, nə oldu belə vəziyyət, necə belə oldu? Deyir, dedi ki, gəldilər mələklər məndən soruşmağa. Dedilər, mən Rəbbük, Rəbbün kimdir? Cavab verə bilmədim. Cavab verə bilməyəndə dilim tutulanda gördüm ki, əzab mələkləri gəlir mənə aparmağa. Mən həyəcanlandım, deyir. Yenə soruşdum, mən Rəbbük, cavab verə bilmədim. Deyir, hey çağ, dedi, mən Rəbbük, Rəbbün kimdir, cavab verə bilmədim. Gördüm ki, artıq aparırlar məni. Çox pis vəziyyətdəyəm, əzab aparırlar. Deyir, o həyəcanın içində, deyir, dedim ki, bir də soruşdular, mən Rəbbük, dedim, adım Hüseyndir. Deyir, deyəndə adım Hüseyndir, gördüm, vəziyyət dəyişdi. Bir dənə nurani ağa gəldi, deyir, mələklərə dedi ki, buraxın onu. Buraxın onu. Dedilər, niyə? Deyir, görmürsünüz, deyir, adım Hüseyndir. Deyir, buraxdılar, əlimdən tutdu, deyir, aparır mənindi. Deyir, indi görürəm ki, əzabdan qurtarmışam, gedirəm rəhmətə tərəf. Deyir, mənim əlimdən tutub aparanda mən soruşdum ki, bəs ağa, siz kimsiz? Dedi, mənə baxdı, dedi, mənim də adım Hüseyndir. Deyir, gördüm ki, bu şəkildə dadıma çatdı. İndi məsələn, bəziləri deyər ki, hə, ged, məsələn, 100 dənə oyun çıxart, adın Hüseyn olsun, elə belə deyil əlbəttə. Yəni, Allah bir bəhanə tapır. Bunda nəsə bir nuraniyyət vardı, bir nuraniyyət var idi. Yoxsa elə hər oyun çıxardan o qədər Allahın düşməni var, adını qoya bilər Hüseyn. O mənada deyil. Yəni, bunun ürəyində bir nuraniyyət vardı, amma Hüseyni bəhanə elədilər. Adını bəhanə elədilər. Allah 100 bəhanə tapardı. Deyir ki, yəni, necəsə sən Hüseynə bağlanmısan. Bunlar da önəmsiz deyil. Birinin adının da onun adını daşıması, ona bağlı olması hər bir şəkildə insan üçün faydası var. İstəyirəm özünə təvəssül eləyək, özünün müsibətinə işarə eləmək istəyirəm, hamımızdan üzr istəyirəm. Özünə Peyğəmbər ağlayırdı. Ümmü Sələmə deyir ki, hətta belə oradan başlayaq ki, xanım Fatimə Zəhra deyir ki, uşağı gətirdim Peyğəmbərə təqdim eləyəndə, öpdü, ağladı deyir. Deyir, dedim, mənim Hüseynimin nə eybi varmı, ağlayırsınız, nə olub, niyə ağlayırsınız? Deyir, dedi ki, mən onun çəkəcəyi müsibətlərə ağlayıram. Xanım Fatimə Zəhra uşağı təzə gətirib təqdim eləyib. Deyir, dedi, nə müsibətlər, deyir, bir saydı. Dedi, belə olacaq, elə olacaq. Xanım Zəhra ağladı. İkisi də ağladılar. Peyğəmbər də Həzrət Zəhradır. Deyir, göz yaşının içində xanım Zəhra belə soruşdu. Dedi, ata, ya Rəsulallah, bəs mənim Hüseynimə ağlayan olacaq. O vaxt mən də olmayacam, sən də olmayacaqsan, Əli də olmayacaq, heç birimiz olmayacaq.
Yaxşı da bəs bunun heç bir əzizi doğması olmayacaq bir bacısı Zeynəbdən başqa. Bəs mənim Hüseynimə kim əzadarlıq eləyəcək? Peyğəmbər də qızım narahat olma. Mənim ümmətimdən olan kişi və qadınlar hər il, bax hədisdə necə gəlib elə deyirəm, oğlu ölən ana kimi sənin Hüseynivə ağlayarlar. Bunu deyəndə xanım Zəhranın üzünə təbəssüm gəlir. Yəni burada oturanların sizin xəbərinizi doğulmamışdan əvvəl Peyğəmbər qızına verib. O adamlar ki Hüseynivə ağlayarlar hər il. Özü də ağlayırdı. Ümmü Sələmə deyir, uşaq idi Hüseyin, qaçdı Peyğəmbərin qucağına, Peyğəmbər yatmışdı. Yuxudan oyanan kimi bağrına bastı, öpdü, ağladı. Deyir, üzr istəyirəm ya Rəsulallah, mən baxmadım, uşaq sizi narahat elədi, yox Ümmü Sələmə, onun oxların, nizələrinin yerini öpüb ağlayıram. Hələ körpə vaxtlarında. Ən ağır an İmam Hüseynin ağır anlarından biri düşünürəm vida anıdır. Çünki İmam Zaman Aleyhisselam deyir ki, ən çox cəddimin balalarından, qızlarından, bacılarından ayrılmaq anına ağlayıram. Çox ağlayıram deyir. Bilməm kim daha çox narahat idi. İmam Hüseyin ki cənnətə gedirdi. Amma baxırdı, görürdü ki qoyub getdiyi adamlar, özünüzü təsəvvür eləyin, Allah göstərməsin. Təsəvvür eləyin, ailə öz, qızları, uşaqları öz namərdlərin əlində əsir qalır. Adam təsəvvür eləyə bilmir. Ki, belə bir vəziyyətdə gedirsiniz. İmam Hüseyin bu şəkildə xeymələrdən ayrılır. Heç kimə rəhm eləməyən adamların içində qoyur. Mən təzə oxudum, təzə gördüm. Deyir ki, Əli Əsqər şəhid olandan sonra qızlardan bir neçəsi dünyasını dəyişdi, qorxudan. Dedilər, bu südəmər uşağa belə eləyənlər bizə rəhm eləməyəcəklər. Çox çətin vəziyyət. İmam Hüseyin görür də kimin yanında qoyur, öz yaxınlarını gedir. Bütün o çəkəcəkləri, əziyyətləri görür. Çıxır xeymədən meydana getməyə, Səkinə gəlir qabağa. Çox mərifətli xanım idi, İmam Hüseyin çox sevirdi. Deyirdi, bir evdə ki, Rübab və Səkinə yaşayır, o evi çox sevirəm mən. İmam Hüseyin belə deyir. Deyir, gəlir, dayanır qabağında, ayrılıb da İmam Hüseyin güclə çıxıb qadınların əhatəsindən gedir. O qız gəldi, qabağını kəsdi. Ya əbəta, əsləmtə lil-maut, ölümə təslim olmuşsan, qurban olum. Ölümə hazırlaşırsan, qız görür, uşaqda günah yoxdur, görür ki, gedən qayıtmır. Amma bir ümid qığılcımı var ürəyində ki, bəlkə atası sağ qaldı, bəlkə atasından yan keçdi. Deyir ki, ölümə hazırsan, ölümə gedirsən, sual verir. Cavab verdi ki, qızım, bəli. Görmürsən ki, bütün yaxınlarımı öldürüblər, bunlar məni sağ buraxacaqlar. Nəyim var əlimdən alıblar, bunlar məni sağ buraxmayacaqlar. Açıq deyir uşağa, açıq. Deyir, bunu deyəndə uşaq özünü itirir. Birdən, yəni bütün ümidləri qırılır atasının sağ qalmağına. Onda deyir ki, Ruddəna ilə Mədinəti cəddina. Ata qaytar bizi babamızın Mədinəsinə. Ruddəna ilə hərəmi cəddina, belə də yazırlar. Babamızın hərəminə qaytar. Heç xoşum gəlmədi bu çöldən. Buradan qan iyi gəlir. Bu çöldə qalmaq istəmirəm. Bilmir nə desin, deyir, qızım, heyhat, heç cür qaytara bilmərəm. Yolu üzümüzə bağlayıblar. Yol da bağlıdır, apara bilmirəm. Deyir, bunu deyəndə elə yana-yana ağladı qızı, mən tarixdən oxuyuram sizin üçün. Qız elə yana-yana ağladı, İmam Hüseyin dedi, qızım, sənə qurban olum, canım sənə fəda olsun, atan sənə fəda olsun. Xahiş edirəm səndən ki, sən mən nə qədər sağam belə ağlamayasan, belə ağlama. Mənim taqətim, dözümüm yoxdur. Bunu Məsum İmam deyir. Dözümüm yoxdur sənin bu nalələri, ürək parçalayan nalələri eşitməyə. Ruddəna ilə Mədinəti cəddina, Ruddəna ilə hərəmi cəddina. Elə hey deyirdi, qaytar bizi. Ona görə karvan qaydanda xanım Zeynəb baxdı, dedi, ya Mədinəti cəddina, la təqbəlina. Ey Peyğəmbərimizin, cəddimizin Mədinəsi, bizi qəbul eləmə bu şəkildə. Biz gedəndə Hüseynlə getmişdik, Əbəlfəzlə. İndi bizi bu vəziyyətdə qəbul eləmə. Həmin qız idi, İmam Hüseynin sahibsiz atı qayıdır. Üç İmam Hüseyin necə döyüşürdü, o qədər balalarından nigarandı ki, vuruşurdu, atın belində qayıdırdı ki, görsünlər onu, təzdən gedirdi. Ürəyinin
halı nə hal idi mən bilmirəm. Ya Abdullah, bilmirəm həqiqətən də ki, o vəziyyətdə hər dəfə fürsət tapan kimi o qədər nigaran idi, qayıdırdı, görürdülər, biraz aram olurdular. Atın ayaq səsi gələndə qızlar çıxırdı, atamız sağdı. Yenə də atın ayaq səsi gəldi, dedilər, yəqin İmam Hüseyin gəlir. Bu dəfə gördülər, sahibsiz Zülcanah qayıdır, at. Qayıdır və elə bil üzr istəyir xeymən əhlindən, üzünü yerə sürtür. Deyir, onda Səkinə çıxdı, dedi, ay atamın Zülcanahı, səndən bir söz soruşum. Rozə deyir, ilk dəfə Rozə deyir, sənə bir sualım var, atam meydana gedəndə susuz getmişdi. Sən şahidsən, mən görmədim, cavab ver görüm, atama su verib öldürdülər, ya onu susuz öldürdülər. Deyir, bunu deyəndə qadınlar ağlaya-ağlaya çıxır, xanım Zeynəb çıxır, gəlir qardaşının başı üstünə, orada bu sual verir, deyir, əntə əxi, sən mənim qardaşımsan. Ya Rasulallah, haza Hüseynun, ey Peyğəmbər, babam Peyğəmbər, bu sənin Hüseynindir. Murammilun biddima, müqəttəul ə'za, bu sənin Hüseynindir, qanına boyanıb, bədən üzvləri bir-birindən ayrılıb. Yazırlar, fəəbkəd vəllah, kullə aduvvin və sədiq. Deyir, Zeynəb elə ağladı ki, Ömər Sədi ağlatdı. Ömər Səd oturdu yerə, başladı bu hala ağlamağa, bu vəziyyətdə. Həmin o kəsik başı aparıblar bir evdə saxlayıb, bilirsiniz. Deyir, Xulunun xanımı deyir ki, durdum yuxudan gecə namazına, gördüm mətbəxdən işıq qalxır. Mən deyir, təndir yandırmamışdım, bu nəyin nurudur? Gəldim, gördüm ilahi bir kəsik başdır. Neçə dənə xanım əhatəyə alıb. Elə yana-yana ağlayırlar. Biri deyir, mən nənən Xədicəyəm, sənə qurban olum. Biri deyir ki, Hüseyin, mən Məryəməm. Ağlaya-ağlaya deyir. Elə nalə elirlər. Biri deyir, mən Asiyəyəm, canım sənə qurban. Deyir, bir qadın hamısından çox ağlayır. Xanımlardan biri başı deyir, basır bağrına, deyir, anam Fatimə sənə qurban olsun. Başı bədənindən kim ayırdı? Ondan sonra deyir, oğlum, qiyamət günü şikayət eləyəcəm. Başı kəsənlərdən şikayət eləyəcəm. Həmin o kəsik başı gətirib Zeynəbin qarşısında saxlayanda, onda dedi ki, ey mənim bədirlənməmiş ayım, nə tez qürub elədin. Deyir, ağlaya-ağlaya baxdı o başa. Bir nəfər deyir ki, gördüm balaca qız Fatimə, Hüseynin qızı, yapışdı bibisinin ətəyindən ki, bibi, uşaq atasının başını nizədə görsə necə olar? Soruşdu, mənim atam Hüseynin başıdır. Dedi, qızım, bəli. Deyir, yenə elə ağladı ki, xanım Zeynəb dedi, qardaş, əgər qızı danışdırmasan, aləmi ürəyi parçalanacaq, aləmi ağladacaq. Deyir, o yerdəydi ki, gördülər nizədə baş Quran oxuyur. Və deyir, gördü ki, baş Quran oxumağa başlayanda, onlar kinlərindən, qəzəblərindən yerdən daş götürüb atdılar İmam Hüseynin o kəsik başına. Ondan sonra onu gətirib qoydular Yezidin qarşısında. Sözümü bitirirəm, İmam Zamandan üzr istəyirəm. Gətirib teştin içinə qoydu, deyir, çubuqla dodaqlarına vurub şeir oxuyur. Deyir ki, mənim babalarımın ruhu, gəlin ki, qisasınızı aldın. Bunu Zeynəb necə görür, necə dözür, mən bilmirəm. Deyir, birdən fəryad edir xanım Zeynəb. Deyir ki, Yezid, indi qapı açılsa, Cəddin Peyğəmbər içəri daxil olsa, öz qucağında bəslədiyi başı bu vəziyyətdə görsə, ona nə cavab verərsiniz? Əla lənətullah, ələl qavmiz zalimin. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əəzzil əcəllil əkrəm və bil-Hüseyni ya Allah, ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi qəbr evinə aparma. Şər'i olan hacətlərimizi rəva elə. Dünyada İmam Hüseyin ağanın o gözəl qəbrinin ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. Bu danışılan sözləri hamımızın qəlbimizdə təsir elə. Bu məhərrəmi axırıncı məhərrəmimiz qərar vermə. Biz İmam Hüseyin ağanın həqiqi əzadarlarından qərar ver.
İşğal altında olan torpaqlarımızı azad eləməkdə bizə kömək elə. Bu torpaqların uğrunda canını fəda etmiş şəhidlərimizi bugün İmam Hüseyn ağaya qonaq elə. Əskərlərimizi, zabitlərimizi, ordumuzu ağla gələn, gəlməyən bəlalardan hifz elə. Bu məclisdə iştirak edənlərin nə dərdləri var, nə hacətləri var, özün xəbərdarsan. Səni and verirəm Seyyid-i Şühədanın o vida anına, bacısı Zeynəbdən ayrılan anına hamımızın hacətlərimizi rəva elə. Ömrümüzün axırınacan bizə halal minnətsiz ruzi mərhəmət elə. Hər kim malı ilə, canı ilə, hər yolla dinivə, xalqa xidmət göstərir, dünya və axirətlərini abad elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifayı acil mərhəmət elə. İmam Zaman ağanın zuhurunu tez elə. Əudu billahi minəşşeytanirracim, bismillahirrahmanirrahim. Qul əudu bi rabbin nas, məlikin nas, ilahin nas, min şərril vasvasil xannas, əlləzi yuvəsvisu fi sudurin nas, minəl cinnəti vən nas. Sadaqallahul aliyyum.